Добрый день, дорогие зрители! Добро пожаловать на наш канал Уроки русского языка. Надеюсь, у вас все хорошо, все благополучно. Мы с вами продолжаем наши уроки из 11 класса. Сегодня начинаем 4 раздел. Наш раздел называется «Дом, в котором мы живем». В этом разделе мы с вами будем проходить 7 тем и одни тестовые задания. В общем, 8 уроков будет в этом разделе. Наша, первая тема – это Азербайджан, музей природы. Сейчас прочитаем текст на русском языке, затем сделаем общий перевод на azərbaycanский. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz Rus dili kanalımıza. Ümidvarım sizdə hər şey yaxşıdır. Biz sizinlə 11-ci sinif kitabından dərslərimizə davam edirik. Bugün 4-cü bölməni başlayırıq. Gördüyünüz kimi 4-cü bölmədə burada 8 dənə mövzu, yəni 7 mövzu, 1 testlərdir. Ümumi 8 dərsimiz olacaq. Bugün indi baxırıq birinci mövzumuza. Azərbaycan Təbiət Muzeyi, belə bir mövzumuz var. Gəlin indi oxuyaq rus dilində bizim mətnimizə, sonra ümumi tərcümə eləyəcəyik Azərbaycan dilinə. Азербайджан – уникальная страна с удивительными природными условиями. Это красивая земля неповторимых природных контрастов. Здесь одновременно можно наблюдать все 4 времени года. Летом в одном уголке страны земля трескается от жарких лучей солнца, а в другом наступают заморозки, лежит снег. Пышная растительность соседствует с вечными снегами и ледниками. На территории страны разместились морское побережье и реки, высокие горные хребты и равнины, полупустыни и лесные массивы. Земля этого древнего края густо изрезана многочисленными горными реками. Многие из них образуют шумные водопады, отдающиеся эхом в горах, которые занимают большую часть территории Азербайджана. На земле очень много рек, они стекаются в Каспийское море или вливаются в Куру, крупнейшую реку Южного Кавказа, и в самый большой ее приток в реку Арас. В Каспийском море обитают осетр, севрюга, белуга, лосось, кутум, сельдь, минога, сом, щука, жерех и другие виды рыб. Богат и разнообразен животный и растительный мир Азербайджана. Здесь встречаются все разновидности флоры и фауны Кавказа. На территории Азербайджана обитают джейраны, кабаны, волки, лисицы, зайцы, нутри, олени, косули, волки, леопарды, а из птиц фазаны, куропатки, турачи, утки. Здесь произрастают более 4100 видов растений. Азербайджан обладает и богатыми подземными ресурсами. В первую очередь это нефть и природный газ. Азербайджан, как нефтяная страна, был известен во всем мире еще в глубокой древности. Недра страны богаты также золотом, железом, хромом, оловом, кобальтом и другими полезными ископаемыми. Азербайджан – это своего рода биологическая кузница, удивительный мир одного из богатых флоры и фауны регионов. Живописная природа страны нашла отражение в художественных полотнах Саттара Бахлулзаде, Таира Салахова, Тоғрула Нариманбекова, Микаэла Абдуллаева и других талантливых мастеров кисти. Словарь. Контраст – резкая противоположность, трескаться, покрываться трещинами, лесной массив – большая территория леса, обитать – жить, кузница – здесь место, где создается, формируется что-нибудь, недра – то, что находится под землей. Так, biz bu mətnimizi oxuduq. Gəlin indi ümumi tərcümə eləyək. Azərbaycan bu bir unikal bir ölkədir. Çox möcüzəvi və gözəl təbiət şərtləri ilə, təbiət hadisələri ilə. Bu gözəl torpaqdır, hardakı təbiət kontrastları təkrar olunmazdır. Burada eyni anda bütün 4 fəsli görmək olar. Yayda əgər ölkənin bir tərəfində istidən yer məcazi mənada belə çatlayırsa, yəni çox isti olursa, digər tərəfdə isə ola bilər ki, qar var. Burada demək bitkilər, həm bitkilər çoxdur, həm də onunla yanaşa da demək qar və buzluqlar var, buzlar var. Ölkənin ərazisində demək dəniz sahili var, çaylar var, yüksək hündür dağlar var, təpələr var, düzlüklər var, yarı səhralar var və meşələr var.
Demək, torpağımız demək qədim dövrdən çoxlu sayda dağ çayları ilə demək dağ çayları var bizim, yəni torpaqlarımızda. Onlardan çoxusu demək belə demək çoxusu şəlalələr yaradır, hansı ki dağlarda echo səsi verir və onların böyük hissəsi Azərbaycan demək ərazisində yerləşir. Azərbaycan ərazisində, torpaqlarında çoxlu çaylar var. Onlar Xəzər dənizinə tökülür və yaxud da Kürə tökülür. Onlar Kür, yəni demək Cənubi Qafqazın ən böyük çaylarından biridir və həmçində onun yanına və yaxud da onun qolu Araz çayına. Demək, buradakı bütün çaylar ya demək Xəzər dənizinə tökülür, ya da ki ən böyük Cənubi Qafqazın demək çaylarından biri Kür və onun yanındakı qolu olan Araz çayına tökülür. Xəzər dənizində çoxlu növ balıqlar var. Burada balıqların adlarıdır. Baxın, asyotr, sevruqa, beluqa, lasos. Bunlar hamısı balıqların adlarıdır. Əgər lazımdırsa bunu bir-bir təbii ki çalışaram sizə tərcüməsini paylaşım. Əgər kiməsə lazımdırsa kommentari bölməsində deyərsiniz. Həmçinin də deyir, demək Azərbaycan bitkilər dünyası da çox zəngindir və müxtəlifdir, həm də heyvanlar dünyası da. Burada bütün növ flora və fauna var. Qafqazdakı olan Azərbaycan ərazisində ceyranlar var, sonra domuzlar, canavarlar, tülkü, dovşan, marallar, leopard Azərbaycan ilə belə deyək də, səhv etmirəmsə elə leopard Azərbaycan dilində leoparddır. Sonra da quşların növündən yazılıb ki, məsəl üçün burada ördəklər, fazanlar və digər quşlar da var. Burada deyir ki, 4100 növ bitkilər var. Onlar yetişirlər. Azərbaycan həmçində deyir yeraltı demək yeraltı zənginlikləri də var, zəngindir. Ən birinci növbədə bu neft və təbii qazdır. Azərbaycan bir neft ölkəsi olaraq bütün dünyada qədim dövrlərdən bəri tanınır. Ölkənin demək yerinin altı həmçində çox zəngindir. Qızılla, dəmirlə, xromla, olova ilə, kabaltla və digər demək faydalı qazıntılarla. Azərbaycan bu öz demək bir növ olaraq bioloji demək bir yerdir, möcüzəvi bir dünyadır, hansı ki flora və fauna regionları çox zəngindir. Yəni bu hissələr çox zəngindir. Çox gözəl olan təbiəti olan ölkəmiz, həmçinin də demək rəssamların öz şəkillərində tapıb Səttar Bəhlulzadənin, Tahir Salaxovun, Toğrul Nayirmənbekov, Mikayıl Abdullayev və digər istedadlı ustaların həmçinin də əllərinin işlərinə çevrilibdir. Bu bizim mətnimizdir. Biraz mətn çətin mətndir. Sözlər də bəzilərində mən tərcümədə hiss elədiniz, bəlkə biraz çətinlik çəkdim tərcümədə. Çünki burada Azərbaycan dilində çox yaxşı bilmək şərtdir, lazımdır. Belə ümumi tərcüməni çatdırmağa çalışdım sizə. Nəsə aydın olmasa mütləq yazıb soruşarsınız. Bu da bizim demək lüğətimizdir. Kontrast, резкая противоположность, kəskin əks, nəyinsə əksi. Трескаться bu çatlamaqdır. Лесной массив bu meşə hissəsidir. Habitat yaşamaqdır. Kuznica burada hansısa bir yerdir, hardasa nəsə formalaşır və недра yerin altıdır. Belə, indi keçək tapşırıqlarımıza. Задание первое. Составьте на основе текста Azərbaycan Muzeyi природы диалог и разыграйте его. Mətnin üzərində dialoq qurmaq lazımdır. Bunu mən sizin videonuzun təsvir bölməsində paylaşacağım. Задание 2. К выделенным словам из текста подберите антонимы, запишите их. Составьте с парами антонимов предложение. Burada mətndə qara ilə olunan sözlər var. Bunlarla biz demək antonim tapmalıyıq bu sözlərə və onlardan cümlə qurmalısınız. Cümlə qurmağı özünüz edərsiniz, zəhmət olmasa. Mən də istəsəniz bir neçə sizə kömək eləyərəm. Biz isə sizinlə bu sifətlərə antonimlər axtarırıq. Demək, уникальное sözə biz götürə bilərik antonim обычный, заурядный, красивая, некрасивая или уродливая götürmək olar. Жаркий, холодный антоним, многочисленные, малочисленные, шумные, тихие, большую, маленькую, разнообразен, однообразен,
подземные, надземные, полезные, вредные, talantливые, бездарные. Bax, bu sözləri antonim olaraq istifadə edirsiniz və beləcə cümlələr qurursunuz. Misal üçün, unikalni, misal üçün biz demişdik ki, обычный, заурядный da demək olar. Belə bir cümlə qurmaq olar ki, çox sadə bir cümlə demək olar ki, bugün mənim adi günüm idi. Сегодня у меня был обычный день. Misal üçün, belə tipli cümlələr, sadə, çətin cümlələr qura bilərsiniz. Mütləq istifadə edin. Bizimlə video kommentariya bölməsində paylaşın. Hamıya fikir olsun. Mən də baxım, yoxlayım. Səhvlər varsa sizin üçün düzəliş edim. Задание номер 3. Вместо точек вставьте нужные слова. Какие из записанных слов многозначные? Так, indi biz deyirik ki, nöqtələrin əvəzinə sözlər yazmaq lazımdır və demək lazımdır ki, hansı bu sözlərdən çox mənalı sözlərdir. Baxırıq birinciyə. Он бывает и металлический, и скрипичный. Это ключ. Həm metal olur, həm də skripka üçün olur. Bu açardır, ключ. Çox mənalı sözdür. Она бывает и устная, и письменная. Həm şifahi olur, həm yazılı olur. Nədir bu? Это речь. Nitq olur. Речь. Hamısı ключ axırda məkki znak yoxdur. Речь axırda məkki znak var. Он бывает и солнечный, и лазерный. Həm günəş olur, həm lazer olur. Это луч. Şua. Burada da məkki znak yoxdur sonda. Она бывает и темная, и звездная. Это ночь. Həm qaranlıq olur, həm ulduzlu olur. Nə ola bilər? Gecə, ночь. Axırda məkki znak var. Она bывает и родная, и приемная. Это дочь. Bu həm doğma ola bilər, həm də götürülmüş ola bilər. Nə ola bilər? Qız övladı. Düzdür, oğul da olar. Burada hamısı çinlə olan sözlərdir və çışı olan sözlərdir. Ona görə burada da götürə bilərik дочь. Axırda məkki znak var. Он бывает и волейбольный, и футбольный. Həm voleybol üçün olur, həm futbol üçün olur. Nə olur? Это мяч. Мяч axırda məkki znak yoxdur. Она бывает и летучая, и компьютерная. Это мышь. Həm uçan olur, həm də demək, kompüter üçün olur. Bu sıçandır. Lituçya mış yarasa olur əslində. Sıçan olmur. Kompüterdəki mışqanı söhbət gedir. Это мышь. Axırda məkki znak var. Она bывает и скоро, и неотложная. O həm təcili olur və demək, heç cürəsinə sonraya qoyulmuş ola bilməz. Bu da kömək olur. Помощь. Скорая помощь, təcili yardım. Неотложная помощь, bu da heç sonraya saxlana bilməyəcək bir köməyə elə deyilir. Неотложная помощь. Burada da axırda məkki znak var. Aha, burada da многозначные слова. Biz dedik burada ключ, многозначное словоdur. Sonra мышь, многозначное словоdur. Bir də луч. Bunlar çox mənalı sözlər idi. Дальше. Задание 4. Подготовьте пересказ содержания текста Azərbaycan Muzeyi природы. Burada demək, bu mətnimizi ilk başlayan kimi oxuduğumuz mətni danışmaq lazımdır. Задание 5. Прочитайте, составьте вопросный план текста и устно ответьте на составленные вопросы. Bu indi mətni oxumaq lazımdır. Suallar qurub, sonra o suallara cavab vermək lazımdır. Gəlin oxuyaq. Одним из символов Нахчывана является гора Дуздах, чудо Азербайджана. Ее название дословно переводится как «соленая гора». Она прославилась в мире прозрачной и чистой солью, обладающей лечебными свойствами. Здесь действует известный в мире центр физиотерапии Дуздах. Природный запас соли на этой территории составляет 90 миллионов тонн. По преданию, соль добывалась здесь еще 6000 лет назад. Дорога соли с территории Нахчывана протянулась в страны Ближнего Востока еще до прославленного в мире шелкового пути. На этой территории имеется около 10 рек, покрытых солью, и все они берут начало с горы Дуздах. Эти реки – чудеса, тайны которых еще не раскрыты. Словарь. Физиотерапия, лечебное использование, протянуться, растянуться на какое-нибудь расстояние, берут начало, начинаются. Balaca bir mətndə deyir, Naxçıvanın simvollarından biri Duzdaqdır, hansı ki Azərbaycan möcüzəsidir. Onun adı belə dəqiqliyi ilə tərcümə olsa, demək olar ki, duzlu dağdır. Yəni dağ hansı ki duzludur. O dünyada təmiz və çox saf olan duzla demək şöhrətlənib, hansının ki demək müalicəvi bir
xüsusiyyətləri var. Burada dünyada tanınmış olan fizioterapiya mərkəzi də var. Duzdaq fizioterapiya mərkəzi fəaliyyət göstərir. Demək, təbiətin ehtiyatları, duz ehtiyatları burada təqribi bu ərazidə 90 milyon tondur. Deyilənlərə görə duz burada hələ 6000 əvvəldə demək çıxarılırdı, tapılırdı. Bu demək duz yolu, bu Azərbaycanda Naxçıvandan demək yaxın şərq ölkələrdə hələ İpək yolundan qabaqda şöhrətlənmişdi. Bu ərazidə təqribi 10 dənə çay var, hansı ki duzla örtülülüb, hamısı onun öz başlanğıcını götürürlər Duzdaqdan. Bu çaylar onlar möcüzədir. Sirlər də hansı ki hələ də açılmayıb heç kimə. Tak, buradakı sözlər isə fizioterapiya, протянуться, uzanmaq və yaxud da ərazini tutmaq, bir начало da başlanğıcısını götürməkdir. Burada nə suallar verə bilərsiniz? Что является символом Нахчывана? Как переводится слово Дуздах? Так, какой центр действует в Дуздаге? Сколько запасов, природного запаса есть на этой территории? Так, когда добывалась, с какого времени добывается здесь соль? Так, сколько здесь имеется рек на этой территории? Bax, bu tipli suallar verib cavab verirsiniz. Закончите предложение. İndi tapşırıq 6 da buna uyğundur. Yəni, buradakı cümlələri tamamlayacaq, amma bu mətnimizə uyğun. Название горы Дуздак переводится. Bax, bu hissəni götürürsünüz. Как соленая гора. Гора Дуздак прославилась. Baxın, в мире прозрачной и чистой солью, обладающей лечебными свойствами. Еще до прославленного в мире шелкового пути протянулась, bax, bu hissədir, протянулась дорога соли с территории Нахчывана в страны Ближнего Востока. Bax, bu hissəsini götürdük. Реки, покрытые солью, берут начало с горы Дуздак. Bax, bu hissəni götürürsünüz. Соленые реки Нахчывана – это чудеса, тайны которых еще не раскрыты. Bax, belə. Mətndən çox sadədir, çox da çətin deyil. Onları götürüb istifadə edirsiniz. Задание 7. Определите род выделенных в тексте существительных, подберите к ним прилагательные и запишите полученные словосочетания. Так, buradakı sözlərlə bunlara demək biz nə etməliyik bu sözlərlə? Bu isimlərin cinsini müəyyən etməliyik. Onlara uyğun da biz götürməliyik sifət və söz birləşməsi yaratmalıyıq. Məsəl üçün, символ – это мужской род. Название – это средний род. Соль – это женский род. Свойства – это средний род. Физиотерапия – женский род. Территория – женский род. Pуть – mужской род. Cinsləri təyin elədik. İndi hərəsinə bir dənə sifət götürək və söz birləşməsi yaradaq. Так. Misal üçün, уникальный символ. Название – красивое название. Соль – морская соль. Свойство – лечебное свойство. Elə buradan da götürə bilərsiniz. Лечебное свойство. Физиотерапия – тяжелая физиотерапия. Территория – широкая территория. Путь – шелковый путь və yaxud da долгий путь. Götürüb söz birləşməsi qura bilərsiniz. Задание 8. Прочитайте высказывания о природе, объясните, как вы их понимаете. Так, buradakı təbiət haqqında olan biz oxuyacağıq bəzi sözləri tanınmış insanların. Кто не любит природы, тот не любит человека, тот не гражданин. Dostoyevski deyib ki, kim təbiəti sevmirsə, o insan deyil və o vətəndaş deyil. Природа как фокусник, за ней нужен глаз да глаз. Samuel Butler deyib ki, təbiət bir fokus kimi bir şeydir. Onun arxasıca yəni nəzarət mütləq lazımdır gözlə. Və природа единственная книга, каждая страница которой полна глубокого содержания. Və Goethe deyib ki, Alman yazıcısı ki, təbiət bu yeganə kitabdır ki, hər səhifəsi çox
dolu-dolu demək daxilində olan tərkibi var. Yəni dolu-dolu səhifələr var, dərin-dərin mənalı səhifələr var. Belə, bu tərcümə elədik. Задание 9. Вместо точек вставьте подходящие по смыслу несклоняемые имена sуществительные. Так, burada verilib bizə söz birləşmələri, aşağıdan da sözlər verilib, hallanmayan isimlər verilib. Onları biz bura düzgün uyğun müəyyənləşdirməliyik, uyğunlaşdırmalıyıq. Demək, belə qururuq. Выйти из метро, гулять без пальто, ехать по шоссе, приехать на такси, вынуть из портмоне, слушать по радио, пойти в кино, работать в ателье, играть на фортепиано, бутерброд с солями, кататься на пони, обедать в кафе. Əgər lazım olsa, çətin olsa, səsimin videonun ayarlar bölməsində azaldın sürətini ki, daha yaxşı aydın eşidəsiniz. Amma hasatlı düşünürəm ki, siz özünüz də eləyə bilərsiniz və sonra mənim səsimlə yoxlaya bilərsiniz. Задание 10. Вместо точек вставьте глаголы движения в переносном значении. Deyir ki, boş yerlərə hərəkət olan feilləri qoyun, məcazi mənada qoyun, istifadə eləyin. Gəlin, baxaq. Demək, burada getmək sözünün keçmiş zamanda, getmək sözü bu feil, hərəkət feilidir. Onun biz məcazi mənada burada istifadə eləyəcəyik. Gəlin, baxaq. Детство и юношеские годы Bülbülə прошли в Şuşə. Yəni, Şuşada keçib. Onda deyirik, прошли. Эта энциклопедия недавно вышла. Burada çıxıb mənasındadır, yəni вышла sözünü istifadə edirik из печати. В состав делегации вошли, вошли yazacağıq экологи из разных стран. Подвиг Гагарина вошел, burada da вошел в историю человечества. В Şuşə прошли, bir dəqiqə, прошел. Niyə прошел? Çünki festival sözünə baxıb uyğunlaşdırmalıyıq cinsi. Ona görə в Şuşə прошел международный фольклорный фестиваль Xarı Bülbül. Известный актер провел передачу о театре. Burada вел da demək olar. Разговор незаметно перешел на другую тему. Перешел. Bax, bu şol sözü ilə getmək sözünün keçmiş zamanındadır. Şol, şla, şli. Və onun qabağına bəzi söz önlükləri qoyaraq mənası dəyişir. Vaşol, vışıl, uşol, bunlar perişol, prişol. Bunlar hamısı dəyişir mənaları. Bunları bax biz burada düzgün formada istifadə elədik. Məntiqə uyğun istifadə elədik. Aydın olmasa, təbii ki, yenə də yazıb soruşarsınız, bir daha izah edərəm. Задание 11. Составьте с данными словами словосочетание, употребив нужный предлог. Aha, biz indi burada söz birləşməsi qurmalıyıq və düzgün və yaxud da na, düzgün söz önlüyünü istifadə etməliyik. Demək, götürürük feilləri və başlayırıq söz birləşməsi qurmağa. Trenirovasiya məşq eləməkdir. Hansı sözün uyğun gələr? Əlbəttə ki, stadion sözü ilə. Stadion da na ilə istifadə olunur. Deyirik ki, trenirovasiya na stadionie. Axırında ye eləyirik. Yəni mütləq formasında trenirovasiya na stadionie. Sonra götürək работать, işləmək. Harada işləmək olar? Liseydə məsəl üçün işləmək olar, mağazada işləmək olar, poçtada işləmək olar. Təbii ki, liseydə burada oxumaq var, onu ondan uyğunlaşdırarıq. Sonra parkda gəzmək olar, ona görə onu ondan uyğunlaşdırarıq. İndi mağazada nəsə almaq olar. Gəlin burada poçt götürək. Və yaxud da vağzal dəstində götürə bilərik. Nəsə uyğun olmasa yenə də dəyişdirmək olar. Работать на почте. Yəni yenə olur. Sonu poçtada nanandır, na почте. Sonra buradakı feillər qutardı. Keçdi ikinci hissədə. Купить. Купить в магазине. Burada da yenə sonu ye olacaq. Купить в магазине. Sonra гулять. Гулять в парке. Bu da yenədir. Гулять в парке. Vınandı. Sonra keçdi indi üçüncü hissəyə. Учиться. Учиться в лицее. Yəni ye oldu və vınandı. Учиться в лицее. Посадить. Посадить на вокзале olar. Ye axırı nanandı. Vokzal на вокзале. Və əslində встречать da на вокзале olar.
Hə, burada sad var idi, onu unutduq, üzrlü sayın. Посадить в саду eləyəcək. Qaqraz əkmək harda olur? Bağda əkmək olur. Ona görə bura təbii ki, bu uyğundur. Biyaq ki, bunu səhv dedik. Посадить в саду. Sad bir dənə yeganənin istisnalardır ki, bəzi başqa digər sözlər də var. Axırı u ilə olur, y ilə olmur. Aha, посадить в саду dedik və sonuncu feilimiz встречать-dir. Встречать на вокзале. Axırda burada yedi və na-la istifadə olunur. Bu qədər çox sadədir. Sözləri bilirsinizsə, qayda yadınızdadırsa və na haçandır və sonluqları yadınızdadırsa yedisə, siz bunu rahatlıqla eləyə biləcəksiniz bu tapşırığı. Və son olaraq, подготовьте сообщение об одном из заповедников Azərbaycana, используйте интернет-ресурсы и другие источники информации. Biz burada Azərbaycanın hansısa bir qoruqlarından birindən məlumat paylaşacağıq. Mən də bunu sizlə videonun təsvir bölməsində paylaşacağım. 2 tapşırığı paylaşacağım orada sizdən. Belə, bugünlük dərsimiz isə bu qədər idi. Hamısını tapşırıqları etdik, oxuduq, tərcümə elədik, izah elədik. Ümidvaram sizin üçün aydın idi. Nəsə lazım olsa mütləq yazıb soruşarsınız yenidən. Sağ olun, gələn dərsdə görüşərik. Если будут вопросы, обязательно пишите, спрашивайте. И мы с вами увидимся на следующем уроке. Всем до свидания, всем удачи, хорошего дня.